gün bir ədəd əncir yesək bədənimizdə nə baş verər? Bir ədəd əncirdə təxminən 30-35 kalori olur və əncir insanı tox saxlayır. Prebiotik özəlliyi sayəsində bağırsaq hərəkətliliyini artırır. Lif mənbəyi olduğu üçün qəbzlik probleminiz varsa, bunu da aradan qaldırır. Bundan başqa tərkibindəki A, C, B qrup vitaminləri, kalsium, fosfor, maqnezium və dəmir kimi maddələr sizin sağlamlığınıza çox müsbət təsir göstərir. Ürək-damar sağlamlığı, sümük xəstəlikləri zamanı sizin köməyinizə çatır. Bəzi araşdırmalarda isə əncirin antioksidant özəlliyi ilə yanaşı antikanserogen, yəni xərçəng əleyhinə təsiri olduğu da göstərilib. Əncir sümük və dəri sağlamlığımız üçün də faydalıdır. Çünki tərkibindəki kalsium sümük sağlamlığımızı qoruyur və bu da osteoporoz riskini azaldır. Əncirin həmçinin kişi və qadın sağlamlığına da faydaları çoxdur. Deməli, əncir qadınlarda follikul yetişməsini sürətləndirir, kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır. Bəs gün ərzində biz nə qədər əncir yeməliyik? Gün ərzində maksimum 5-6 ədəd əncir yeyə bilərsiniz. Amma bildirim ki, diabet xəstələri, mədə bağırsak